Bugün biz Cəlilabadın ən gözəl tarixi yerlərindən biri olan Qazan Köşkünün ətəyində dayanmışıq. Hazırda bizim müəllimlərimiz, bizim tarixçilərimiz, gözəl insanlar Abidələr Günü ilə əlaqədar olaraq obyekti baxmağa gəlirlər və canlı olaraq həmin əraziləri biz görmək istəyirik. Xoş müəllim, bugün yaman darıxmışdım. Çıxım dağlara. Çəngələyim buludları, sıxım dağlara. Gədiyinə kəmənd atım, kuzeyində şəhə bastım. Çəngələyim buludları, sıxım dağlara. Dağ vüqarım, dağ qeyrətim. Dağlarsız yetiməm, yetim. İstəyimi şimşək edim, çaxım dağlara. Yolumuz dağlaradır, Qazan Köşkünədir. Gözəl müəllim, bu eynidə deyir, bir qayaya söykənmişəm. Deyirəm, kaş, bax beləcə daşa dönəm, yavaş. Taleyimi qayaların taleyinə bağlayan mən, bircə insan düşüncəmi saxlayan mən, daş ayaqlı, daş əlli bir insan kimi enib daşdan daşa düşəm, qayaların lal dilini başa düşəm. Onların lal qulağına bir daş atam, qayaların keçmişini qayalara xatırladam. Qazan Köşkünün məlumdur ki, üstündə qala olub. Bu qala qırmızı kərpiclərdən, bura tökülmüş, bax bu qırmızı kərpiclərdən inşa edilib vaxtilə. Qazan Köşkü haqqında məlumatınız yəqin ki var, erkən orta əsrlər dövrünə gedilir. Çıxır, hələ ki, yəni faktdır bu, erkən orta əsrlər. Baxmayaraq ki, Azərbaycan tarixində 14-cü əsr yazılır. Əlimdə 2 dənə daş var, yəni kərpic var. Qırmızı kərpiclərdir. Bunun biri çox ağır, belə deyək ki, çəkidədir, biri çox yüngül çəkidədir. Bu onu göstərir ki, vaxtilə erkən orta əsrlərdə ağır kərpiclərdən istifadə olunub tikinti və sonraki dövrlərdə Qazan xanın dövründə olsun, istər Teymurun gəlişi dövrü olsun, yəni onlar buranı bərpa elətdiriblər. Yəni uçub dağılmış yerləri bərpa elətdiriblər. Bura İndi bəziləri sual verirlər ki, deyirlər ki, doğrudanmı Əmir Teymur burada olub? Doğrudanmı Qazan xan burada olub? Bəli, Hülakilər dövründə belə deyək ki, onların Rəşidəddin adlı onların bir belə deyək ki, siyasi xadimə var idi və onların vəziri idi. O öz kitabında da göstərir ki, deyir biz belə sonradan keçib belə deyək ki, Həbəşər torpağına daxil olduq və oradan bir gün sonra biz deyir, dağların ən yüksək zirvəsinə qalxdıq. Qazan Köşkü haqqında çox məlumatlar var. Daha doğrusu ümumi məlumatlar gedir. Amma qazıntılar olmadığına görə bunun haqqında tam belə deyək ki, dəqiq söz demək çətindir. 1913-14 təvəllüdlü Əli kişi vardı, Əli Ağayev. O müharibədən sonra, müharibə yerində sədr idi. Əkdi tökdü getdi müharibəyə. Müharibədən qayıtdı. Sonra meşəbəyi işlədi. 40 ilə yaxın meşəbəyi oldu Əli kişi. Yəni bizim zonada olan adamlar hamısı tanıyır onu. Onun deməyi 44-cü, 45-ci illərdə burada indi çıxacaq biz zirvəyə. O zirvədə olan quyu indi yeri qalıb çökəkdir. Ora deyir 60 dənə lökəni bağlayırdıq. Lökə ağac budağıdır. Hardasa 1 metr yarım, 2 metr uzunluğu olan. 60 dənə lökə deyir quyunun dibinə çatmırdı hələ. Yəni bunu indi danışır. O quyu doldurulub hardasa 63-64-cü illərdə bizim kənddə Mirzə Abbas kişi vardı. O da müharibə veteranı idi. Onun deməyinə əsasən. O quyu 63-64-cü illərdə dolduruldu, getdi. Müəllim, quyunun içində su var idi. Yox, su görmür. 60 lökəni bağlayıb buraxırdılar ora. Bəli. Çatmırdı, quyunun dibinə çatmırdı. Nəinki Yəni təxminən 70 metr. Bəli, bax beləcə, bu qədər. 2 metr olanda 60-100 bəlkə. Bir tam onda 5 götürəydi. Onu qeyd etmək istəyirəm ki, Qazan xan haqqında müxtəlif məlumatlar deyilib. Əslində Qazan xan bu köşkü Qazan xan tərəfindən daha doğrusu təpədəki o tikdi ki, bir türbə
ona aiddir. Çünki vaxtı ilə burada rabitə məqsədi ilə Qazanxan burada həmən türbəni tikirdi. Buradan demək olar ki, məqsəd o idi ki, hər 20 kilometrdən bir, 21 kilometrdən bir rabitə, yəni atın getdiyi məsafə ölçülüb qoyulurdu. Məsələn, bizim Nadirtəpədən bura olan məsafə, buradan da Ərdəbil tərəfə olan məsafə idi. Məqsəd isə buradan keçən karvan yollarını nəzarət eləməkdir. Həmçinin də o düşmən barədə məlumat almaq üçün çaparlar vasitəsilə buradan göndərilirdi. Çox maraqlıdır ki, bu təpə o qədər yüksəkdə yerləşir ki, hətta bizim bu Lənkəran tərəfdən və yaxud bizim şimal tərəfdən, cənub tərəfdən gələn qoşunlar burada aydın görünürdü. Və yaxud da ki, gedən karvanlar aydın görünürdü. Belə vəziyyətdə əgər karvanlara hücum olardısa, onlar müdafiə edirlər. Burada elə də böyük bir qüvvə olmuyor. Ancaq sizə bir şey deyim. Burada olan quyu haqqında müxtəlif rəvayətlər var. Əslində o quyunun orada olması bu deməkdir ki, burada haradasa istər gün batan və gün çıxan tərəflərdə qapı olması ehtimal. Mən ehtimal edirəm. Deyirəm ki, yəni onlar burada içəri girərək içəridə yaşayış olub. Və özləri üçün orada demək həm soyuqdan, həm istidən qorunmaq üçün yer yaradılıb. Bunların yemək içməyin də ətrafdakı kəndlər təşkili vaxtı ilə. Bu möhtəşəm qala haqqında bayaq qeyd elədim, müxtəlif rəvayətlər var. Əslində bu qalanın özü, bax bu torpaq dökümü 7-ci əsrə aid gedib çıxır. Bugün bu qala haqqında düzdür, müxtəlif rəvayətlər deyilməsinə baxmayaraq, hələ də bu qala, yəni Qazan köşkü öyrənilməmişdir. Bunun öyrənilməsi vacibdir. Yəni burada qazıntılar aparılsa, daha biz dəqiq bunun haqqında geniş məlumat verə bilərik. Burada taşlar ödədiyimiz vaxt, buradakı bu gördüyünüz bu çala, burada insan sümüyü olub, dəfn olunubdur burada insan vaxtı ilə. Bunun səbəbi odur ki, ona görə burada dəfn olunub ki, vaxtı ilə qış olub, onlar onu uzağa apara bilməyib, elə bax burada dəfnləmişdilər. Aşağıda gördüyünüz, qeyd olundu ki, kərpiclər var burada. Çünki yuxarıdakı türbə tikilən o türbələr hamısı qırmızı kərpiclər vasitəsilə tikilibdir. 20-nin 18-ə və 8-ə ölçüdə tikilibdir. Düzdür, pişmiş kərpiclər də var, adi kərpiclər də. Bu bizim üçün, yenə deyirəm, tariximizi öyrənmək üçün əlbəttə böyük bir əhəmiyyətə malikdir. Mən elə başa düşürəm ki, yaxın gələcəkdə bura akademiyadan nümayəndə alimlərimiz gələcək, bura öyrəniləcək. Hal-hazırda Qazan köşkünün zirvəsindəyik. Ələsgər müəllim bu ətrafda yaşayan, yəni uşaqlığı bu ərazidə keçən şəxs olub. Kocaman bizim tarixçimizdir. Burada çökəliyi var. Bu barədə məlumat almaq istərdi Ələsgər müəllimdən. Öz xatirələrini bölüşsün. Buyur Ələsgər müəllim. Mən ola bilsin ki, ya 7-də, ya 6-da oxuyardım. Biz bu meşə, bunun ətrafı meşəli idi. Biz gələrdik bura. Uşaqlarla 6-cı gün, bazar günləri gələrdik bura. Əzgil yığardıq, qaragilə yığardıq, torbalarımızı doldurardıq. Sonra çıxardıq bu dağın başına, bura çıxardıq. Çünki uşaqlar tez-tez, bu Musalı uşaqlar və digər kənd uşaqları bura tez-tez çıxardılar. Və biz əvvəl bilməzdik, bunlar bura niyə toplaşırdılar. Sonradan biz öyrəndik ki, burada bir quyu var. Yəni Qazan köşkünün baş tərəfində, yüksəklikdə bir quyu üz yaşağı. Biz bilmirdik neçə metrədə. Ancaq onu bilirdik ki, gəlib baxırdıq, maraqlanırdıq. Eyni zamanda oturardıq onun ətrafında, hətta yığdıqlarımızdan da yeyərdik. Amma daş atardıq. Diametri nə qədər idi mən təxmin? Diametri hardasa 80 sant olar. Belə deyək də, yəni 80 sant, 1 metr olmaz. 80 santimetr dövrəsində olardı. Təxmini elə yapmaq gəlir. Yəni torpaqdan idi, yoxsa kərpicdən? Yox, kərpiclər. Kərpicdən? Qırmızı kərpiclərdən. Qırmızı kərpiclərlə o qalxıb, indi bəlkə də indi o müəyyən qədər qazılsa, eləsə, arxeoloji qazıldı gəlsə, orada hamısı üzə çıxacaq. Kuzeyində qışdır, güneyində yaz. Dabanı qaradır, zirvəsi bəyaz. Əsl kişilər edibdir pərvaz. Pozulub əhvalı Qazan köşkünün. Amma şükür ki, bugün Qazan köşkünün əhvalı çox xoş oldu. Bizim görkəmli tarixçilərimiz
səyahət etdilər. Qazan Köşkünü andılar. Bu gün bildiyimiz kimi 18 aprel abidələr günüdür. Hər bir tarixi abidə haqqında danışarkən ilk nömrədə onun coğrafi məkanı haqqında məlumat vermək lazımdır. Qazan Köşkü Talış Sıra dağlarının Buravar silsiləsinin qərb burtaracağında yerləşir. Dəniz səviyyəsindən 720 metr hündürlükdədir. Buradan əldə edilən məişət əşyaları, məmulatlar, qablar 7-ci əsrə qədər, eramızın 7-ci əsrinə qədər gəlib çıxır. Amma mənə elə gəlir ki, bir tarixçi olaraq insan ömrü nə qədər olubsa, nə qədər yaşayıbsa burada insanlar, deməli bu qaladan istifadə ediblər. Ən çox da yəqin ki, müşahidə nöqtəsi kimi və gözətçi məntəqəsi kimi. Biz tarixçilər fakta əsaslanırıq. Fakt da onu qeyd edir ki, durduğumuz nöqtədən istər cənubda Savalan dağlarının ətəklərinə qədər, istər şimaldan Mil Muğan düzünə qədər, istər qərbdən Hərami düzünə qədər və Xəzər dənizinə qədər şərqdən bu nöqtədən əməlli başlı müşahidə etmək olur. Yəni müxtəlif dövrlərdə, müxtəlif vaxtlarda insanlar həmin dövrə uyğun cihazlarla burada böyük bir müşahidə nöqtəsi yarada bilmişdilər.